Herkese salam. Bugünləri mövzumuz Avropada reformasiya mövzusuyla qaldığımız yerdən davam edirik. Dedik ki, uşaqlar, Almaniyada reformasiya 1517-ci ildə Martin Luther'in başçılığı ilə başladı və uğurlu hərəkat oldu. Eyni zamanda bu reformasiya Avropada da davam edibdir 16-cı yüzillikdə. Dedik ki, 16-cı yüzillikdə İngiltərədə reformasiya kimlər arasında gedirdi uşaqlar? Dedik, kralla pap arasındaydı. Və bu reformasiyada kim qalib gələcək? Kral qalib gələcək. Nəyin hesabına qalib gələcək? Parlamentin kömək hesabı ilə qalib gələcək və kilsənin başçısı elan edilmiş olacaq. Katoliklik və protestantlığın birləşməsi nəticəsində İngiltərədə Anglikan kilsəsi yaranacaq, Anglikan belə deyək, etimadı yaranmış olacaq. Deməli, Anglikan kilsəsi nə vaxt yaranmış oldu? 16-cı yüzilliyin birinci yarısında. Və İngiltərə kralı monastır mülklərinin zadəcanlara satması ilə kral hakimiyyətini gücləndirəcəkdir. Bəzi Avropa ölkələrində orta əsrlərin təmsilçi orqanları deməli, məhdudlaşdırılsa da, ancaq İngiltərədə parlament hələ də saxlanılırdı. Bu da İngiltərənin xüsusiyyətlərindən hesab etmək olar. Fransada da reformasiya Jean Calvin'in adı ilə bağlıdır. Belə ki, protestantlığın etiqadlarından birinin yaranmasına gətirib çıxardır Jean Calvin'in ideyaları. O deyirdi ki, dövlət, kilsə, əxlaq və dinlə bağlı müəyyən fikirlər irəli sürmüşdü. O belə hesab edirdi ki, insanın bütün zövq və təmtəraqlı işlərdən uzaq olmalıdır, rəqs etməməlidir, yaxşı geyinməməlidir, ələncələrə belə deyək də yer verməməlidir. Onlar axşam tez yatıb, səhərdə tezdən oyanıb iş gücünə məşğul olmalı idi. Bir sözlə Calvin'in ideyaları burjuaziyanın xeyrinə olacaqdı. Və 16-cı yüzilliyin sonunda Fransa kralı etiqad azadlığı haqqında fərman verəcək və bunun nəticəsində də Fransada Kalvinizm rəsmiləşmiş olacaq. Gəlin bir də dediklərimizi təkrarlayaq uşaqlar. Dedik ki, İngiltərədə dedik reformasiya kimlər arasında gedirdi? Kralla pap arasında. Kim qalib gələcək? Parlamentin köməyi ilə kral qalib gələcək və kilsənin başçısı olacaq. Bəs onda 16-cı yüzilliyin əvvəllərində Anglikan kilsəsi yaranacaq, Anglikan etiqadı yaranmış olacaqdı. Eyni zamanda kral da öz belə deyək də mövqeyini möhkəmləndirmək ötürü monastırın mülklərini zadəcanlara satacaqdı. Fransada bəs Kalvinizm, Jean Calvin və yaxud da Kalvinizm kilsəsi nə vaxt rəsmiləşəcək? 16-cı əsrin sonunda. Kalvinizm ideyası da Jean Calvin'in adı ilə bağlı olmuş olacaqdı. Əks reformasiya ilə də tanış olaq. Deyir ki, reformasiya başlayan kimi Roma papası onlara qarşı mübarizəyə başlayacaqdı və müəyyən tədbirlər görəcəkdi. Papa qərarlarına kimlər ki əməl etmirdisə onları aradan qaldırırdı. Onun qadağan etdiyi kitablar var idi ki, onların siyahıya alınıb həmin kitablar da yandırılırdı. Eyni zamanda Papa məhkəmələri, bir də İsa Cəmiyyəti adlı təşkilat yarandı. Testdə Papa məhkəmələri İsa Cəmiyyəti adlı xronologiyada görə bilərsiniz. Uşaqlar, bu 16-cı əsrin birinci yarısına aiddir İsa Cəmiyyəti adlı təşkilatın yaradılması. Eyni zamanda müxtəlif təriqətlərin üzvlərinə qarşı kütləvi qırğınlar həyata keçirəcəkdir. Bunu da misal olaraq 1572-ci ildə Parisdə törədilən kütləvi qırğını da misal göstərə bilərik ki, protestantlara qarşı törədilmişdir. 1572-ci ildə kütləvi qətliam və yadımızda qalıbdır. Daha sonra deyir ki, orta əsrlər dövründə İsa Cəmiyyəti mühüm bir təşkilatlar hesab olunurdu. Belə ki, bu təşkilatların üzvləri yezuitləri adlanırdı. Həm də onlar gizli xəfiyyə kimi fəaliyyət göstərirdi. Onlar öz fikirlərini yaymaqdan ötürü məktəblər açacaqdı. Həmin dövr üçün ən yaxşı məktəblər məhz bu yezuitlərin açdıqları, İsa Cəmiyyətinin açdıqları deməli məktəblər idi. Onlar burada yaxşı təhsil alınırdı. Həmin dövr üçün müəyyən kral saraylarında yüksək vəzifələr, savadlı insanlar tələb olunanda həmin şəxslər işə götürürdülər. Bunlar da bir növ xəfiyyə rolunu oynayırdı ki, bunlar istədikləri təşkilatda istədikləri məlumatlar əldə etmiş olacaqdı.
Reformasiyanın deməli qalib gəldiyi ölkələr olacaq İngiltərə və Fransa. İngiltərədə Anglikan kilsəsi, Fransada deməli olacaq Jean Calvinizm kilsəsi, məğlub olacaq İtaliyada və İspaniyada. Bu reformasiya bu hissələrdən məğlub olubdur. Gəlin reformasiya hərəkatının nəticələri ilə də tanış olaq. Dedik, onun sosial-iqtisadi mədəni nəticəsi, dini nəticəsi və siyasi nəticəsi vardı. Sosial-iqtisadi mədəni nəticə ondan ibarət idi. Burada kapitalist iqtisadi sistemin təməli qoyulacaq. Reformasiyanın təsir nəticəsində kapitalizm sisteminin təməli atılacaq və təhsil kilsənin nəzarətindən çıxıb dünyəvi mahiyyət daşımağa başlayacaq. Bir də elmi araşdırmalar dinin təsirindən azad olacaq. 3 əsas məsələdir. Reformasiya hərəkatının nəticələrinin 3 əsas məsələn diqqətdə saxlanılırıq. Deməli, kapitalist iqtisadi sisteminin əsasının qoyulması, təhsil kilsənin nəzarətindən çıxıb dünyəvi mahiyyət göstərməsi və eyni zamanda elmi araşdırmalar dinin təsirindən azad olması. Bu 3 əsas məsələ idi. Dini nəticələrdə nə deyirik? Deyirik ki, sənin əsl niyyəti ortaya çıxacaq. Dini qayda qanunlar tamamilə olmasa da əhəmiyyətli dərəcədə dəyişəcək. Hansı ki biz deyirdik ki bu indulgensiya alverləri filanlarda, cənnət qəbzi alverləri filan onlar müəyyən qədər aradan qalxacaqdı. Onda bir vergisi üçün onda bir vergisi filan vardı ki onlar yüngülləşəcəkdi. Eyni zamanda 16-cı yüzillikdə Katolik kilsəsi parçalanacaq və əmlakının çoxunu, nüfuzunu itirəcək, yeni kilsələr, təriqətlər yaranacaq. Katolik kilsəsinin parçalanmasını Habsburg sazişi 1555 ilə götürəcək. Avropada yeni və papaya tabi olmayan protestant kilsəsinin yaranmağı qəbul olunacaqdır. Görək siyasi nəticələrdə nə deyirik? Siyasi nəticədə də deyirik ki, Almaniyada vətənpərvərlik durğularına təkan veriləcək və ölkənin siyasi parçalanması güclənəcək. Və milli şuurun yaranması milli dövlətlər dövrünə keçidə zəmin yaranacaq. Milli şuurun yaranması milli dövlətlər dövrünə keçidə zəmin yaranacaq. Avropada orta əsrlərin hakim ideologiyasına zərbə vurulacaq. Dövlətin dinə tabeliyinə son qoyulacaq. Hər ikisi öz sahəsi ilə məşğul olmuş olacaq. Yəni, dövlət öz yolu ilə gedəcək, din öz yolu ilə. Siyasi güclər yaranacaq, hansı ki bu güclər hökmdarlar öz mənafeləri üçün Roma papasına qarşı istifadə edirdilər. Ancaq bəzi elə vaxtlarda olacaq ki, həmən güclər elə kralın özünə qarşı keçmiş olacaqdır. İndi isə 30 illik müharibə ilə tanış olaq. Dedik 30 illik müharibədə uşaqlar. Səbəb oydu ki, katoliklərlə protestantlar arasında mübarizə idi. Səbəb nə olacaq? Katoliklərlə protestantlar arasında mübarizə. Xarakterik nə idi? Dini müharibə idi. Din düzdür, əsas rol oynayırdı, amma siyasi motivlər də özünü göstərirdi. Başlaması isə 1618-ci ildə başlayacaq. Müqəddəs Roma imperiyasının torpaqlarında gedirdi. Müqəddəs Roma imperatoru ilə protestant knyazlar arasında başlamışdır əslində. Amma sonradan Avropanın digər dövlətləri də qoşulacaq. Ancaq bir dənə İngiltərə bu müharibəyə qoşulmayacaq. Bir də dediyimiz ümumiləşdirək. Dedi ki, 30 illik müharibə nə vaxt başladı? 1618-ci ildə. Səbəb nə idi? Katoliklərlə protestantlar arasında mübarizə idi. Xarakter necə bir xarakterdir? Dini müharibə idi. Din düzdür, əsas rol oynasa da siyasi və ərazi motivlər də özünü göstərirdi və dini müharibələrin sonuncusu da adlandıra bilərik 30 illik müharibənin. Başlaması da dedik Müqəddəs Roma imperatoru ilə protestant knyazlar arasında olacaqdı. Kimlər arasında oldu? Müqəddəs Roma imperatoru və protestant knyazlar arasında. Ancaq sonradan Avropanın digər dövlətləri də qoşulacaq. Bir dənə İngiltərə qoşulmayacaqdı burada. Gedişatında nələr olacaq? Alman torpaqlarında idi. Bu döyüşlər Müqəddəs Roma imperiyası, İspaniya və Fransa hökmdarları arasında Avropa liderliyi uğrunda mübarizə idi. Düzdür, dini don geyindirirdilər. Ancaq ki, burada əsas məsələ Avropa liderliyi uğrunda mübarizə idi. Bir də təkrar edək. Deməli, Alman torpaqlarında olacaqdı. Müqəddəs Roma imperiyası, İspaniya və Fransa MIF kodu, MIF kodu ilə yadımızda saxlayaq. Əsas vuruşanlar bu MIF idi. Müqəddəs Roma imperiyası, İspaniya və Fransa. Yeniliklər olacaq ki, 15-ci yüzillikdə meydana gələn tüfəkdən, daimi ordudan istifadə olunacaq. Başa çatması 1648-ci il Vestfaliya konfransı ilə və Vestfaliya sülhü ilə yekunlaşacaq. Nəticədə də olacaq ki, müharibə zamanı Almaniya talan ediləcək, dağılacaqdır.
sosial qarşılıqlıq Almaniya knyazların belə deyək də özbaşınalığına səbəb olacaqdır. Qərbi Avropada ən əsas məsələ üstünlüyü, Qərbi Avropadakı üstünlük İspaniyadan kimi keçəcək Fransaya. Bu əsas məsələ test sualıdır, yadınızda saxlayın. Dedi ki, 30 illik müharibənin nəticəsində olacaq ki, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçəcək. Avropada əhalinin böyük tələfatına səbəb olacaq, İngiltərədə vətəndaş müharibəsinə, İspaniyada isə üsyanlara səbəb olacaq. Deməli, dedi ki, 30 illik müharibə, İngiltərədə vətəndaş müharibəsi, İspaniyada üsyanlara səbəb olacaq. Ən əsası da üstünlük İspaniyadan Fransaya keçmiş olacaq. Vestfaliya konfransı haqqında danışaq. 1648-ci ildə baş tutmuş Vestfaliya konfransında deyirik ki, Avropanın ilk ən böyük sülh konfransı olub. Konfransda imzalanan sülh ilə müəyyən qaydalar öz əksini tapacaq. Deyir ki, indən belə dövlətlər arası sistem müəyyən dəyişikliklər baş vermişdir. Nə idi bu? Suveren dövlətlərin bərabərliyi prinsipi tanınacaqdır. Vestfaliya konfransında suveren dövlətlərin bərabərliyi nədir? Yəni ilk dəfə olaraq bu konfransda deyilir ki, yəni bütün azad dövlətlər bərabərdir və bu dövlətlərin biri digərinin daxili işlərinə qarışmamalıdır və bu dedi ki, Vestfaliya sistemi adlanmış olacaqdır. Vestfaliya sülhündən 1648-ci ildə imzalanmış Vestfaliya sülhündə Müqəddəs Roma imperiyası təşkil edən 300-dən çox Alman dövlətlərinin müstəqilliyi və öz dillərinin təyin etmə hüququ tanınacaq. Deməli, bir də təkrar edək. Vestfaliya sülhündə Müqəddəs Roma imperiyasını təşkil edən 300-dən çox Alman dövlətinin müstəqilliyi və öz dinlərini tanıma hüququ qazanacaqdır. Almaniyanın kiçik knyazlara parçalanması rəsmiləşəcəkdir. İlk dəfə olaraq Avropada dövlətlər arası münasibətdə Papanın imzasına ehtiyac duyulmayacaq. Bax, bu MİQ sualı olubdur. Hansı sülh oldu? Papanın imzasına ehtiyac duyulmayan Vestfaliya sülhü. Bu da nə sübut edirdi uşaqlar? Bu da sübut edir ki, Papa artıq nüfuzdan düşübdür. Avropada dünyəvi güclənməsinə təkan verəcək. Dünyəvilik güclənəcək. Avropada dini müharibələr sonlanacaqdır. Biz dedik ki, dini müharibələrin sona çatması Augsburg sülhü ilə Vestfaliya sülhü biraz oxşarlıq təşkil edir. Biz dedik ki, dini müharibələrin sonuncusu desək, yəni bir dəfəlik sona çatması Vestfaliyanı götürür. Ancaq Augsburg sazişində yazır ki, dini müharibələri sonlandırmışdır. Daha sonra uşaqlar dediklərimizi bir dənə də ümumiləşdirək. Biz nə dedik? Dedik ki, 30 illik müharibə neçənci illərdə oldu? 1618-1648-ci ildə. 30 illik müharibənin səbəbi nə idi? Katoliklərlə protestantlar arasında mübarizə. Çalışın məndən əvvəl cavabı özünüz verəsiniz. Dedik, bəs bu 30 illik müharibə xaraktercə necə müharibə oldu? Dini müharibə. Ancaq belə ərazi motivləri də özünü göstərirdi və xarakter olaraq dini müharibələrin sonuncusu adlandırmaq olar. Bəs dedik ki, əsas kimlər iştirak edirdi bu müharibədə? Dedik, Müqəddəs Roma imperatoru ilə və protestant knyazlar arasında gedirdi. Ancaq sonradan Avropanın digər dövlətləri qoşulacaq, bir dənə İngiltərə qoşulmayacaqdı. Gedişatı haqqında da nə deyə bilərik? Deyə bilərik ki, Müqəddəs Roma imperiyası İspaniya və Fransa arasında döyüş idi. Alman torpaqlarında gedirdi. Və hansı yenilikdən istifadə etmişdi dedik? 15-ci yüzillikdə meydana gələn tüfəngdən və daimi ordudan istifadə edib. Nə vaxt hansı sülhlə yekunlaşacaq? 1648 Vestfaliya konfransını imzalamış, Vestfaliya sülhü ilə yekunlaşacaq. Bu 30 illik müharibədə dedik, üstünlük hansı dövlətdən alınıb, hansı dövlətə veriləcək? Bəli, üstünlük İspaniyadan alınıb Fransaya veriləcəkdir. Və bu 30 illik müharibədən sonra hansı dövlətdə vətəndaş müharibəsi, hansında isə üsyanlar olacaq? Bəli, üsyanlar İspaniyada, vətəndaş müharibəsi isə İngiltərədə baş verəcək. Dedi, Vestfaliya konfransı hansı yeni bir prinsip ideyası irəli sürüləcək? Bu nə idi? Bəli, suveren dövlətlərin bərabərliyi prinsipi idi. Burada nə deyirdik? Deyirdik ki, bir dövlət, hər iki dövləti azaddırsa, müstəqildirsə, biri digərinin işlərinə qarışmamalıdır və sülh yolda həll edilməli idi. Bəs hansı sülh idi ki, dedi ki, burada iki dəfə olaraq Papanın imzasına ehtiyac duyulmayacaq? Bəli, Vestfaliya sülhü idi. Uşaqlar, dərs izahımız bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər.